Salam əziz abituriyentlərim. İçindən gəldi sizlər üçün imtahan qabağı motivasiya dolu, təlimat dolu bir video çəkmək. Nəhayət imtahan gəlib çatdı. İllərlə çəkdiyimiz əziyyətin bəhrəsini almaq zamanıdır. İlk öncə təlimat xarakterli bir-iki məsləhət vermək istəyirəm sizlərə. Əslində bu il boyu bizim hər sınaq öncəsi, sınaq sonrası, yəni test işləyərkən hər daim vurğuladığımız məqamlardır. Təkrar xatırladıb, sizləri daha diqqətli olmağa çağırıram bu məqamlarda. Birinci təlimatım odur ki, başlıqlara xüsusi diqqət edin. Son dərəcə hövsələ ilə, diqqətlə oxuyun başlıqları. İnkarda, təsdiqdə olmasına xüsusi nəzər yetirin. Məsələn, bəzi məqamlar olur ki, elə test işləyərkən də biz bunun şahidi oluruq. Düzgün qeyd olunmamışdır, səhv deyil və yaxud da ki, doğru olmayan variantı seçin. Biz o zaman doğrunu görüb məhz doğruları seçirik və sözün ikinci hissəsinə heç nəzər belə verməyib, diqqətimizdən yayınır, fikrimizdən çıxır. Ona görə son dərəcə diqqətli oluruq bu başlıqlarda. İkinci təlimatım ondan ibarətdir ki, dövlət, imperiya, padşahlıq, şahlıq, respublika və bu kimi məqamlara xüsusi diqqət edin. Onların da hansı zaman kəsiyində mövcudluğunu biləndə tanımaq çox rahat olur. Üçüncü təlimatım ondan ibarətdir ki, rütbələrə, statuslara xüsusi diqqət eləmək vacibdir. Məsələn, mayordur, generaldır, şahdır, sultandır, imperatordur. Yəni bu həmin şəxsin hansı fəaliyyəti dövrünə uyğun gəlirsə, o məqama xüsusi diqqət eləmək lazımdır. Bəzən cümlələr, məğlubiyyətlər, döyüşlər olduğu kimi veririk. İnsanın diqqətindən yayınır ki, bu imperatorluq dövrünə aid idi, şeyxlik dövrünə aid idi, yoxsa şahlıq dövrünə aid idi. Yəni bu məqamlara xüsusi diqqət eləməyinizi tövsiyə edirəm sizlərə. Dördüncü təlimatım ondan ibarətdir ki, sonluq şəkilçilərinə xüsusi diqqət eləyin. Yəni bayaq qeyd elədiyim kimi təsdiqdə, inkarda olması, həmçinin məsələn bunu mən misallar üzərində qeyd edirəm ki, sizin üçün daha aydın olsun. Məsələn, paytaxtın Qəzvinə köçürülməsi, paytaxtın Qəzvindən köçürülməsi. Bu kimi məqamlara xüsusi diqqət edin. Elə paytaxtın adını görən kimi tez cavabı yazmağa tələsməyin. Bir də cavabı sonadək, doğru cavabı tapsanız belə sonadək oxuyun. Bəlkə diqqətinizdən yayılan hər hansı məqam var, elə cavab son variantdadır. Ona görə də sona qədər doğru oxuyun. Beşinci təlimatım ondan ibarətdir ki, dövlət adlarına, respublika adlarına xüsusi diqqət yetirməyiniz lazımdır. Məsələn, Böyük Britaniyadır, Avstriya Macarıstandır, Reç Pospolitadır. Bu kimi dövlətlərə xüsusi diqqət yetirin ki, hansı zamanlarda, yəni onların əhatə elədiyi dövrü biləndə onu da tapmaq rahat olur. Məsələn, Böyük Britaniya, İngiltərə adından 1707-ci ilə qədər, Böyük Britaniya 1707-dən sonra. Çünki Şotlandiyanın ilhaqı ilə artıq Böyük Britaniya adlanmağa başlayır. Yəni bu kimi məqamlara diqqət yetirsəniz, inşallah ki, yaxşı nəticə göstərəcəksiniz. Videomun təlimat hissəsini bitirdikdən sonra istəyirəm motivasiya hissəsinə keçid alım. İlk əvvəl imtahan keçiləcək sala daxil olarkən özünüzə inam, özünüzə əminliklə, bacaracağınıza inam, güvənlə daxil olursunuz həmin sala. Həyəcan təbii ki olur, o təbiidir, normaldır, o böyük insanlarda, dahilərdə, fatihlərdə belə həyəcan olur, normal bir şeydir. Amma həyəcanımızın da nəticəni bərbad etməsinə yol verməli deyilik. Həyəcanımıza qalib gəldikdən sonra suallara nəzər yetirdik ümumi olaraq və baxırıq ki, hamısı əslində bildiyimiz şeylərdir inşallah və başlayırıq cavabına tam əmin olduğumuz suallardan başlamağa. Onları yazdıqdan sonra ikili variant arasında qaldığımız, hansı ki tərəddüd etdiyimiz sualları bir qədər sonraya saxlayırıq ki, təkrar üstünə qaydaq. Əmin olduğumuz sualları cavablandırdıqdan sonra təkrar qaydırıq o bayaq tərəddüddə qaldığımız sualların içərisinə və onlarla gəlir bizim gözümüzün qarşısında aydınlanır. Adi bir ipucu ilə mi deyim, adi bir məqamla mı deyim, gəlir gözümüzün qabağında hər şey doğruya doğru canlanır. Bütün bunlara əməl edərək, yəni təlimat hissəsində əsas diqqətə, motivasiya hissəsində də əsas inama arxalanaraq imtahanı tamamlayıb zaldan çıxırsınız. İnşallah hər şey yaxşı olacaq, bacaracağınıza əminəm. Nəticənin nə olmasından asılı olmayaraq, necə olmasından asılı olmayaraq özünüzə inanın, özünüzə
özünüzə güvənin. Yəni dünyanın sonu deyil ki zaten. İkinci şans var qarşıda. Bizim vaxtımızda heç o yox idi. İnşallah hər şey yaxşı olar. Sizə güvənirəm. Uğurlar sizə.